Hamıya salam uşaqlar. Bu günlərim sizlərlə bərabər Taksi Simulator oynayacağım. Kanalıma abunə olub like atmağı unutmayın. Alam işdə. Başlayacağım bir dəqiqə. Bu günlərim bu oyunda taksi sürəcəm. Dedim həmişə Minecraft oynamayaq. Bir dəfə də fərqli oyun oynayaq. İçərdən sürəcəm biraz. Sür getdik. Müştəri buradan götürək. Hala düz qabağımızda müştəri var. Bu videoda dostlar bəzi səs effektlərindən istifadə edəcəm. Baxın məsələn. Bu müştəri 80-dən yuxarı getmir. Bir dənə kanalıma abunə olun, like atın. Hatta bir mərsə girmişəm. Onun abunəsi məndən çoxdur, 187-dir. 10 manat mərsinə girmişəm. Dəstəklərinizə sürgənmiyim. Səs effektlərdə bir dənə xal verərsiniz. Ola bu niyə belə donur? Videodan əlavə, yəni videosunu oynayanda rahat 40-45 FPS verir. Belə oynayanda, video ilə oynayanda 30-a kimi düşür. Bu nə də? Tamam. İnandım tamam. Görüyor Ay, gəl gir. Bu nə də la? Bu nə maşındır? Yəni Nihadı keçməliyik. Ona görə dəstəklərinizə sürgənmiyim. 105 abunəyəm. Bunu da axırıncı günən baxmışam. Daha var. Sür. Dəstəklərinizi yenə əsirgəməyin. Davay, qoy belinə. Ah. Nəsə fərqli fikirləriniz varsa oyun haqqında şərhlərdə yazın. Konkret olaraq odununu doldurmalıyıq bildiğiniz. Konkret Nihada odun doldurmalıyıq. Ona comeback atmalıyıq da bildiğiniz. Tamam ondan comeback. Comeback. Danışa bilsəm. Nihada bir dənə comeback atar. Müəllim, sizin borcunuz $723, amma $500 versəz bəsdir, dəyərmişim. Uşaqlar mənə deyirlər ki, videolara çoxlu şeylər elə ki, yəni tanışlarım. Çoxlu, nə bilim, editlər elə, çoxlu, nə bilim, hərəkət elə deyirlər da videoda bildiyin. Durmusan deyir ki, danışırsan, cəmaət sənin video belə izləməz axı. Mən də biləm, izləməz, amma məndə o deyil da, mən sempatik o deyiləm ki. Sür. Sərsiz səviyyədə maşınım. Mən ən xoşladığım maşınlardan biri oyunda budur. Ya məndə fərqli maşınlar da var, amma məncə ən yaxşılarından biri budur. Gedəkdən zapravkaya benzinimizə vuraq, polnu bax. Özüm dostlar çöldən sürəm, içərdən sürmürəm. İçərdən sürəndə həm şey olur, mənə görə gerçəkçi kimi olur deyə xoşum gəlir. İşte ala qoyduq, aşırtdıq buraları. Poldu bax. Ver dala. Müştəri, qızıldandır dişləri, düz böğrümüzdədir. Ver dala. İçərdən də səviyyədir. Biraz da içərdən sürəcəm. Oyda, bu nə də la, qırmızı ışıqda beynimi xarab eləyirlər. Nəsə, müştəriyi götürüm mən. Gəldim. Yenə sağ olsun oyun. Videodayım deyə 30 FPS-ə qədər düşür. Bir dəqiqə başlayacağım müştəridə. 2 dəqiqə söz danışırıq hala bu da. Sizdən kanalıma abunə olun, verəklər. Mən deyəyim sizdən kanalıma abunə olun. Kanalıma abunə olun, dəstəklərinizi əsirgəməyin. Hədəfimiz 150 abunədir uşaqlar. Bu səfər hədəfi yüksəldirəm. Bu Nihazda bir dənə odun dolduraq da. Xodda bunu gedik. Tutub durublar ki, uşaqlar ay bu niyə belə olur? Bu niyə belə olur? Rol çevirirəm, hərəkət eləyirəm.
Nəsə, mən bunu bir dənə tez düzəldim gəlim. Dostlar, düzəltdim gəldim. Biraz yenə nasazlıq yaşadım. Oyun çox yaxşıdır. Sadəcə bir mənfisi var. O mənfi də odur ki, oyunda 500-dən çox bug var. Allah, bu nədir belə? Nə qədər bug olur ala bir oyunda? Bu müştəri də 7 dəqiqə istəyir. PUBG Lite kimi bir şeydir. Bu nədir belə? Çox bug var ala oyunda. Ay, nə bilim, ala sənin bir dəqiqə mən. Çox bug var oyunda. Bu arada maşından idim o sözü. Sonra bizə deyirsən. Hə. Bu oyunun buglarını sizə sayım. 1. Müştəriyə maşına minirsən məsəl üçün. Müştəri maşına minir, ala yolda tərsinə girirəm. Müştəri maşına minir, şeyləmir. Orada panel açılır da ki, o hara gedir, neçə dəqiqədir. O panel gəlmir, müştəri şey olmur. Maşın müştəri maşının içində deyil, maşın müştərinin içindədir. Allah sözə bax. Sen ne anlatıyorsun be abla, gözünü seveyim be abi. Müştəri maşının içində deyil, amma o hara getdiyini gözləmir. Bələş-bələş maşında gəzir. Sonra sizə nə deyib? Rolu fırladıram, kamera öz-özündən fırlanır. Maşınlar bir-birinin içinə girir. Bu nədir Allah? Svetoforda maşınlar arxa hissələrini perodok qaldırıb gəzirlər Allah öz-özündən. Bir də dostlar, bu oyunda bir dənə şey ələşdirsəm ki, Beyzin pulunu bakın 0-dan 30-40 manata vururuq. Yəni bunun oyunun pulu ilə 30-40 manata. Amma qazandığımız pul bir müştərini 5 kilometr aparanda biz rahat 1000 dollar qazanırıq. Bax, budur bir dənə problem. Bax, öz apardığım müştəriyə vurdum. Payif də ölü qayıt sərsi. Mənki bu deyil. Nəsə, bu bölüm bəyənilsə, bu maşın oyunumuzun bölümü davamı gələcəkdir kanalımıza. Minecraft'da mod falan atsam, dinozavr modu falan. Bir daha maşın Moika'ya verim. Sizlər də kanalıma abunə olub, like atmağı unutmayın. Dəstəkləriniz mənim üçün çox önəmlidir. Hədəfim 150 abunədir. Bu yolda mənə dəstək olan hamıya təşəkkür edirəm. Xeyli vaxtda dostlar video ata bilmirdim kanala. Biraz problemlər var idi. Sağlıq problemləri falan. Buna görə uzun videolar gəlmirdi kanalıma və gəlməyəcək də. Yəni az gələcək kanala uzun video. 5 gündən, 10 gündən bir falan belə gələr. Hər belə video paylaşanda bir dənə shorts videosu paylaşaram. Bir dənə də uzun video belə. Bax, ən çox shorts atsam. Davay, sür. Seviye. Seviye. Son müştərimizi də aparaq bu günlük sözə baxım bir dənə. Bir dənə bunu da aparım. Müştərini də aparım. Ala, qabaqdan tostladım rəqibə hala. Rəqibə hala. Ala, mən danışa bilmirəm bu günləri. Gedək. Müştəri hardadır? Ala, dünyanın axırındadır. Bu arada oyundan New York şəhərini seçmişəm. Normalda mən bu qədər çolaq deyiləm. Bir dənə icazə verin içəridən sözüm. Normalda mən tısbağa kimi gedirəm maşında. 30, 40, 50. Bu yol mənə görə 50-lik yoldur. Prosto videodayım deyə eşşək kimi möhkəm sürürəm. Bir də bu oyunda keşkə qırmızı işıq cəzası olsaydı daha yaxşı olardı. Əgər yəni bilmirəm, yapımcılar falan mən bu videomu görürsə, yəni elə belə deyirəm. Xahiş edirəm ki, oyuna pul sistemini biraz daha şey eləsinlər, azaltsınlar. Qazancımızı da daha doğrusu. Qazancımızı çox az eləsinlər. 1 kilometr məsələn sürməyə əgər 80 dollar eləsələr, polunu bəsdir. Həm belə olanda oyun maraqlı olur. Adam deyir ki, oynayım, bu maşını almalıyam, görüm maşın nətərdir.
Maşınlara söz yoxdur. Maşınlar 10-da 10-dur. Maşınlar həqiqətən çox gözəl maşınlar var oyunun. İstər maşınların səs effektləri olsun, istər yəni hər şeylər olsun. Getdik. Belə də oyun çətindir. Prosto adam biraz maraqlı olur da. Bundan dostlar kariyer kimi üçün. Şahmər Əhmədov Aqabi. Müştərinin varış nöqtəsini dəyişdirməyinə bax hala. Bizdən bu bildiyiniz məzələni deyil. Müşteri, müşteri, kızıldandır işleri, müşteri, müşteri, kızıldandır işleri. Bir kere pulları müşteri, bir kere pulları müşteri. Dum 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 dum. Yuh. Ala. Maşın söküş yaşadı uşaqlar. Davay, getdik. Avtomat korobka olmağı çox zor deyil bu arada. Qəşəngdir avtomat korobka. Bu eybeil nəfsiyə çatdıq. Qaqa yol ver də qaqa. 80-lıq yolda 20 ilə gedirsən. Bir də ki son istəyim də budur ki yapımçılardan əgər videomu görsələr. İnanmıram görərlər. Ala işıq da səhərdən yanına qalır. Bilmirəm görələr, prosto elə belə deyirəm. Əgər görsələr, bu xahiş eləyirəm, artıq dərəcədə xahiş eləyirəm. Bəlkə də ən birinci istəyim budur ki, bu NPC maşınları heç olmaya elə eləyin ki 40 getsinlər, 50 getsinlər. Bu nədir Allah, heç 20 getmirik. Bir də adamın yolunu kəsir maşınlar. Mən bu yoldan gedirəm, sola dönəcəm, Allah çaşdım, sağa dönəcəm. O birisi də bu soldaya tərəfdən gedir. Bu oxla hər halda işarət deyirəm, soldaya tərəfdən gedir. O məni qabaqlayıb sağa dönür. Allah gözdə də qoy bir girək. Nəsə dostlar, məndən bu qədər. Sağ olun, salamat qalın. Hələlik uzun videolarımızda görüşərik. Onsuz da bilirəm ki, bu video 30-40 falan izlənəcək. Amma yenə də videonu çəkirəm. Bəlkə də daha çox izlənə bilər. Hələlik məndən bu qədər olsun. Gələcək bölümlərdə görüşərik. Sağ olun, salamat qalın. Ən əsası Muradın Oyun Krallığı YouTube kanalı ilə qalın. Görüşərik.